Məhəbbət iksiri 1-ci bölmə 2-ci fəsil. İş və fəaliyyəti. Dərzilik İslamda bəyənilən məşğuliyyət növlərindən biridir. Həkim Loğman da bu məşğuliyyəti özü üçün peşə seçmişdi. Bir hədisdə Peyğəmbər sallallahu buyurur: Yaxşı kişilərin işi dərzilik, yaxşı qadınların işi isə yun əyirməkdir. Cənab Şeyx öz məişətini təmin etmək üçün bu peşəni seçmiş və buna görə də Şeyx Rəcəbəli Xəyyat adı ilə məşhurlaşmışdı. Xəyyat ərəb dilində dərzi deməkdir. Maraqlısı budur ki, Şeyxin kiçik və sadə evi əvvəldə qeyd olunan xüsusiyyətlərlə yanaşı, həm də onun iş otağı olmuşdur. Şeyxin övladlarından biri bu barədə deyir: Əvvəllər atamın karvansarada bir hücrəsi var idi və orada dərziliklə məşğul olurdu. Bir gün hücrənin sahibi gəldi, dedi: Mən razı deyiləm ki, sən burada qalasan. Sabahsı gün atam heç bir söz demədən və ondan heç bir əmək haqqı tələb eləmədən tikiş maşını və dərzi ilə mizini evə gətirdi. O hücrəni də boşaldıb sahibinə təhvil verdi. Həmin vaxtdan etibarən evin həyət qapısının yaxınında olan otaqdan dərzi dükanı kimi istifadə edirdi. İşində ciddilik və məsuliyyət. Cənab Şeyx öz işində çox ciddi olmuş, həyatının son anlarına dək tam çalışqanlıqla fəaliyyət göstərmiş və öz halal əməyi ilə məişətini, güzaranını təmin eləmişdir. Müdürlərindən çoxu cani dildən onun məişət xərclərini təmin eləməyə razı olmuşlar, lakin Şeyxin özü heç vaxt bu işə razı olmamışdır. Həzrət Peyğəmbər sallavatullahdan nəql olunan hədisdə deyilir: Hər kəs öz zəhməti və alın təri ilə həyat sürsə, qiyamət günündə Peyğəmbərin cərgəsində olar və onların savabını alar. Başqa bir hədisdə buyurulur: İbadət 10 qismdir, onun 9 qismi halal ruzi qazanmaqdır. Şeyxin dostlarından biri deyir: Bunu heç vaxt unutmaram. Yay günlərindən birində bazarda Şeyxlə rastlaşdım. Zəiflikdən sanki çöhrəsi solmuş və rəngi saralmışdı. Dərziliyə lazım olan bəzi şeyləri alıb evinə tərəf gedirdi. Ona dedim: Ağa, siz bir qədər istirahət eləməlisiniz. Vəziyyətiniz heç yaxşı deyil. Buyurdu: Əhli əyalı neyniyim? Başqa bir hədisdə Peyğəmbər əleyhissalam salavatullah buyurur: Allah Teala öz bəndəsini halal ruzi kəsb eləmək yolunda yorğun görmək istəyər. Öz əhli əyalının və ailəsinin xərcini təmin etməyən kəs məlundur, məlun. Zəhmət haqqı almaqda insaf. Şeyx dərzilik sənətində və müştərilərlə davranışda həddindən artıq mülayim və insaflı idi. O gördüyü işlərdə yalnız öz zəhməti miqdarında muzd alırdı. Bundan əlavə heç vaxt müştəridən artıq bir şey almağa razı olmazdı. Buna görə də əgər bir şəxs ona Cənab Şeyx, icazə verin bir qədər də artıq pul verim desəydi, heç vaxt razı olmazdı. Şeyx öz işlərini İslamda mövcud olan icarə qanunlarına əsasən tənzim eləyər və əmək haqqını da bu əsasda alardı. Amma müştəridən işlədiyindən artıq bir şey almağa razı olmadığından həmin işə sərf olunacaq miqdardan artıq nəzərdə tutduğu məbləği müştərinin özünə qaytarırdı. Ruhanilərdən biri belə nəql eləyir: Şeyxə bir əba, bir qəba və bir də ləbbadə sifariş verdim və zəhmət haqqının məbləğini soruşdum. Dedi, 2 gün vaxt aparacaq, 40 tümən verməlisən. Libaslarımı almağa gedəndə dedi, əmək haqqı 20 tümən oldu. Dedim, axı siz buyurmuşdunuz ki, 40 tüməndir. Dedi, mən fikirləşirdim ki, 2 günlük işi var, amma bir günə tamam oldu. Başqa bir şəxs deyir, Şeyxə bir şalvar sifariş verib məbləğini soruşdum. Dedi, 10 tümən. Dərhal çıxarıb pulunu verdim. Şalvarı təhvil almağa getdikdə gördüm ki, şalvarın üstünə 2 tümən qoyub qaytarır. Səbəbini soruşduqda dedi, bunun zəhmət haqqı 8 tümən oldu. Şeyxin övladlarından biri deyir, bir gün atam müştəri ilə razılaşmışdı ki, onun əbasını 35 tümənə tiksin. Müştəri əbasını aparanda atam onun dalınca qaçıb pulunun 5 riyalını geri qaytarıb dedi, mən fikirləşirdim ki, bu əba çox vaxt aparacaq, amma belə olmadı. Əziz dinləyicilər, qeyd olunan hadisələr müxtəlif zamanlarda baş verdiyi üçün pulun dəyəri və alıcılıq qabiliyyəti eyni qaynada olmadığından göstərilən rəqəmlər sizi təəccübləndirməsin. İnsafın bəhrəsi. Bütün işlərdə, xüsusilə müştəri ilə alverdə insaflı olmaq İslamın təkid elədiyi mühüm məsələlərdəndir.
İmam Əli əleyhissalamdan nəql olunan hədisdə deyilir, insaf fəzilətlərin ən fəzilətlisidir. Savabın ən böyüyü insafa verilən savabdır. Alış-verişdə, eləcə də müştərilərlə davranışda insaflı olmağın insan ruhunun mənəviyyatına doğru yüksəlişində nə qədər təsirli olduğunu bilmək istəyirsinizsə, bu əhvalata diqqət yetirin. İnsafla rəftar və Həzrət İmam Zaman əleyhissalamla görüş. Alimlərdən biri İmam Zaman əleyhissalamla görüşmək arzusunda idi. Amma bu işə nail olmadığından daim ruhi əzab çəkirdi. Nəcəfi Əşrəfinin elmiyyə hövzələrinin tələbələri, eləcə də Ələviyyə, Əli əleyhissalamın məqbərəsinin yanında təhsil alan tələbələr arasında belə bir məşhur qayda var ki, hər kəs ardıcıl olaraq 40 çərşənbə gecəsi Səhlə məscidinə gedib, məğrib və işa namazlarını orada qılmağa müvəffəq olsa, İmam Zaman əleyhissalamın huzurunda şərəf ola bilər. Həmin şəxs uzun müddət bu məqsədlə çalışdı, lakin öz arzusuna çata bilmədi. İstəyinə nail olmaq üçün qəribə elmlər, hərf və ədədlərin sirlərini öyrənməyə başladı. Tələb məqamında ruhi riyazətlə məşğul oldu. Çillələr saxladı, uzun-uzadı ruhi məşğələlərə dözdü, lakin yenə də heç bir nəticə almadı. Bu şəxs İmam əleyhissalamın ziyarətinə nail ola bilməsə də, gecələr oyaq qalmaq, səhərlər Allah dərgahında ah-nalə eləmək nəticəsində batini nuranili və səfa əldə edə bilmişdi. Belə ki, bəzi vaxtlarda onun üçün xüsusi nuranili gəlir, ona bu məsələdə yol göstərilir, ruhunda xalislik və cəzb halətləri tapılır, həqiqətləri görür və incəlikləri eşidirdi. Bu halətlərin birində ona deyildi: sənin İmam Zaman əleyhissalamı görüb ziyarət eləməyin yalnız filan şəhərə səfər etməklə mümkün ola bilər. Bu səfərin çox çətin olmasına baxmayaraq, öz məqsədinə çatmaq üçün həmin şəxs dərhal onu yerinə yetirməyə hazırlaşdı. İmam Zaman əleyhissalam Dərmirçilər bazarında. Bir neçə günlük səfərdən sonra həmin şəxs deyilən şəhərə çatdı. Orada da həmin riyazətləri davam elətdirdi. Çillə saxladı, 37 yaxud 38-ci gündə ona dedilər: Həzrət İmam Zaman əleyhissalam indi Dəmirçilər bazarında qıfıl düzəldən qoca bir kişinin dükanının qapısında oturub, yubanmadan onun huzuruna tələs. Həmin şəxs ayağa qalxıb mənəvi aləmdə gördüyü yolları keçdi və qoca kişinin dükanının qabağına gəlib İmam Zaman əleyhissalamın orada oturduğunu və həmin kişi ilə şirin-şirin söhbət elədiyini gördü. Salam verdi. İmam onun salamını alıb işarə ilə sükut eləməsini əmr elədi. Burada maraqlı bir mənzərə var, ona diqqət yetirin. Qıfıl düzəldən qoca kişinin insafı. Həmin şəxs deyir, bir qədər kənarda dayanıb heyrətlə onlara tamaşa eləyirdim. Bu zaman gördüm ki, qocalıb, əldən düşmüş, beli bükülmüş, əlləri əsən və əlində əsa tutmuş bir qoca qarı əlindəki qıfılı dükançıya göstərib dedi: Allah rizasına, bu qıfılı məndən 3 şahiyə alın. Mənim 3 şahı pula ehtiyacım var. Qoca kişi qıfıla diqqətlə baxdıqdan sonra dedi: Qıfılın heç bir nöqsanı yoxdur. Bunun 2 abbasi dəyəri vardır. Çünki onun aşarının qiyməti 10 dinardan çox deyildir. Əgər sən mənə 10 dinar pul versən, mən bu qıfılın asarını düzəldərəm və onda onun qiyməti 3 şahı deyil, 10 şahı olar. Qarı dedi: Mənə qıfıl lazım deyil, mənim pula ehtiyacım var. Siz bu qıfılı 3 şahiyə məndən alın, mən sizə dua eləyərəm. Qoca kişi tam sadəliklə cavab verdi: Bacım, sən müsəlmansan, mən də özümü müsəlman hesab eləyirəm. Nə üçün müsəlmanın malını ucuz qiymətə almalı və kiminsə haqqını tapdalamalıyam? Bu qıfılın hal-hazırda 8 şahı qiyməti vardır. Qazanc götürmək istəsəm də mən onu 7 şahıdan ucuz ala bilmərəm. Çünki 2 abbaslıq alverdə 1 şahıdan artıq qazanc almaq insafsızlıqdır. İndi əgər satmaq istəsən, mən onu 7 şahiyə alaram. Yenə də təkrar eləyirəm ki, onun həqiqi qiyməti 2 abbasıdır. Mən də ticarətçi olduğuma görə haqq hesabı belə aparmalıyam. Ona görə də 1 şahı ucuzuna alıram. Bəlkə də qarı inana bilməzdi ki, bu kişi doğru danışır. Ona görə də narahat olub dedi: Mən özüm deyirəm ki, heç kəs bu məbləğə razı deyil. Mən yalvarırdım ki, 3 şahiyə alsınlar. Çünki mənim ehtiyacım 10 dinarla başa gəlmir. Mənə 3 şahı pul lazımdır. Qoca kişi 7 şahı verib qıfılı aldı. Mən onun ardınca gələrəm.
Qarı qayıtdıqdan sonra İmam əleyhissalam mənə buyurdu: "Əzizim, bu mənzərəni müşahidə elədinmi? Belə olun ki, biz də sizin ardınızca gələrək. Çillə saxlamaq lazım deyil, qəribə elmlərə əl atmaq faydasızdır, riyazət və səfərlərə getməyə də ehtiyac yoxdur. Özünüzdən xalis əməl göstərin və həqiqi müsəlman olun ki, biz də sizlərlə ünsiyyətdə olaq. Bu şəhərdə yalnız bu qoca kişini seçmişəm, çünki onun dini var və Allahı tanıyır. Bu da bir imtahan idi ki, ondan başuca çıxdı. Bu qoca qarı bazarın əvvəlindən başlayıb bura qədər hamıya öz ehtiyacını izhar eləyir və onlardan qıfılı 3 şahiyə almalarını istəyirdi. Onlar da qocanı çarəsiz və ehtiyaclı görüb daha ucuz qiymətə almaq istəyirdilər. Amma bu kişi onu 7 şahiyə aldı. Elə bir həftə olmur ki, mən onun görüşünə gəlməyim və ona məhəbbət göstərməyim. 3-cü fəsil: fədakarlıq və isar. Şeyxin həyat və davranışlarında olan ən parlaq xüsusiyyətlərdən biri də onun möhtac və kasıb şəxslərə xidmət eləməsi, özü yoxsul olduğu halda başqalarına əl tutması olmuşdur. İslam hədisləri baxımından isar, fədakarlıq və insanın öz haqqından keçməsi yaxşılıqların ən gözəli, imanın ən yüksək mərtəbəsi və gözəl əxlaqların ən yaxşısıdır. Şeyx öz ailəsini dərziliklə çox çətin dolandırmasına baxmayaraq, isar və fədakarlıq fəzilətlərindən də bəhrəsiz qalmamışdı. Bu ilahi şəxsiyyətdən bu barədə nəql olunan əhvalatlar doğrudan da insana heyrətə gətirir və ona ibrət dərsi öyrədir. Başqalarının övladlarına qarşı isar. Şeyxin övladlarından biri deyir: "Anam deyirdi ki, qəhətli və aclıq illərində Həsən və Əli mərhum şeyxin böyük övladları idi ki, sonradan vəfat eləmişdilər. Evin damında od qalamışdılar. Onlardan nigaran qalıb ora getdikdə gördüm ki, o 2 uşaq tuluğun dərisini odda qızardıb yeyirlər. Bu səhnəni gördükdə çox kövrəldim. Qəhərlənib ağlamağa başladım. Aşağı enib evdən bir qədər mis qab götürüb kiçik bazarda satdım və uşaqlar üçün bir qədər xörək hazırladım. Həmin gün qardaşım Qasımxan bizə gəlmişdi. O, mənim həddindən artıq narahat olduğumu görüb səbəbini soruşdu və mən də hadisəni olduğu kimi danışdım. Qasımxan bu hadisəni eşidib çox təəccüblə dedi: "Nə danışırsan? Şeyx Rəcəbəlini bazarda gördüm. Cəmaata kabab qəbzi paylayırdı." Yeməkxanalardan biri ilə əvvəlcədən razılığa gəlinir, müəyyən miqdarda xörək pulu ödəndikdən sonra həmin məbləğ dəyərində qəbz alınır. O qəbzlər adətən kasıbların arasında paylanır və onlar da gedib qəbzi göstərməklə ya oradaca xörək yeyirlər, ya da alıb evə aparırlar. Bu nə deməkdir? Misal var deyiblər, evə lazım olan çırağı məscidə aparmaq haramdır. Bu kişi neynəmək istəyir? Düzdür ki, abid və zahid adamdır. Lakin onun bu işləri düzgün deyil. Bu sözləri eşitdikdə narahatçılığım daha da artdı. Gecə şeyx evə gəldikdə onunla ciddi danışıb etirazımı bildirdim və narahat halda yatdım. Gecə yarısı birdən əyan oldu ki, məni çağırırlar. Diqqətlə qulaq asdım. Bir daha səs gəldi. Qalx ayağa. Ayağa qalxdım. Gördüm ki, Əli əleyhissalamdır. Özünü tanıtdırıb dedi: "O cəmaatın uşaqlarını saxlayır. Biz də sizin uşaqlarınızı. Hər vaxt uşaqların acından ölsə, onda danışarsın." Müflisləşmiş qonşuya qarşı isar. Şeyxin övladlarından biri belə nəql eləyir: "Bir gecə atam məni yuxudan oyatdı. Evdən 2 kisə düyü götürdük. Birini mən, digərini isə atam çiyninə aldı. Onu aparıb məhəlləmizin ən varlı şəxsinin qapısına qoyduq. Atam onları təhvil verərkən ev sahibinə dedi: "Qardaş, yadındadırmı? İngilislər cəmaatı öz səfirliklərinə aparırdılar və onlara düyü verirdilər. Sonradan hər dənə düyünün əvəzində bil xaral düyü alıblar, yenə də onlardan əl çəkmirlər." Bu zarafatla düyülərə təhvil verib qayıtdıq. Həmin günün sabahı atam məni çağırıb dedi: "Mahmud, bir çərək düyü yarması və 2 riyallıq da quyruq piyi alıb anana ver və günortaya xörək hazırlasın." O zaman atamın bu cür hərəkətləri mənim üçün çox ağır və anlaşılmaz görünürdü. Fikirləşirdim ki, nə üçün evdə olan düyüləri məhəllənin ən varlı şəxsinə verir, özümüz isə günortaya düyü yarması alırıq. Sonradan başa düşdüm ki, zahirdə varlı hesab elədiyim bu Allah bəndəsi son günlərdə müflisləşibmiş. Cümə günü həmin şəxsin bir dəstə qonağı olacaqmış və evində də tədarük görmək üçün heç bir şey yox imiş.
bayram axşamı İsar. Mərhum Əbdülkərim Hamid nəql eləyir ki, mən dərzilikdə şeyxə şagirdlik eləyirdim və hər gün bir tümən zəhmət haqqı alırdım. Novruz bayramı gecəsində şeyxin 15 tümən pulu vardı. Onun bir qədərini mənə verdi ki, düyü alıb bir neçə ünvana aparım. Axırda o puldan 5 tümən qaldı. Onu da mənə verdi. Öz-özümə fikirləşdim ki, ustam bayram axşamı evə əliboş gedəcək. Həmin vaxtlar şeyxin ailə vəziyyəti həddindən artıq ağır idi. Buna görə də pulu siyirtməyə qoyub qaçdım. Cənab şeyx nə qədər çağırsa da qayıtmadım. Evə çatanda başa düşdüm ki, şeyx hələ də məni arxadan səsləyir. Acıqla dedi: "Nə üçün pulları götürmədin?" Sonra təkidlə pulları mənə verdi.